Bacı və qardaşlar, mən müqəddəs yazıdan oxuyacağam. Oxuduğum yeri şan süfrəsi günü oxuyurlar. Mən bu parçanı tam oxuyacağam. Bu Korint cəmiyyətinə yazılan birinci məktub 11-ci fəsildə deyilir. Mən 17-ci ayədən başlayıb bu fəsili axıra qədər oxuyacağam və 3 əsas məqamı sizə açmaq istəyirəm. Sonra da birlikdə şan süfrəsində iştirak edərik. 18-ci ayədən oxuyacağam. Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən biraz da olsa inanıram. Çünki Allahın sınağından keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır. Xüsusən bu yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil. Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur. Yeyib içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətlərinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz. Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla. Bu işdə sizi tərifləməyəcəyim. Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin özündən qəbul etmişəm. Rəbb isə ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: Bu mənim sizin üçün verilən bədənimdir. Bunu məni xatırlamaq üçün edin. Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: Bu kasa mənim qanımla bağladığım yeni əhddir. Bunu hər dəfə içəndə məni xatırlamaq üçün edin. Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək onun ölümünü bəyan edirsiniz. Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır. Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin. Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib içsə, yeyib içərək öz üzərinə mühakimə gətirir. Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir. Bəziləri isə vəfat etmişdir. Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik. Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir. Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin. Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam. Bacı qardaşlar, nə üçün Həvari Paul bu cür ətraflı Rəbbin süfrəsi haqqında yazıb? Korintdə olan cəmiyyət bizi kimi şam süfrəsində iştirak etmirdi. Eşitdiyiniz kimi mən əvvəlcən oxudum. Həvari Paul Korintlilərə izah edir. Onların iştirakı düz deyildi. Və buna görə də onlara yazıb Rəbbin süfrəsindən necə iştirak etmək lazımdır. Dostlar, mən sizə 3 fikrimi çatdırmaq istəyirəm. Deməli, Rəbbin süfrəsi nə deməkdir və nə üçün cəmiyyətlərdə Rəbbin süfrəsi keçirilir? Adətən ayda bir dəfə biz hamımız şam süfrəsində iştirak edirik. Hesab olunur ki, ilk cəmiyyətlərdə Rəbbin süfrəsində tez-tez iştirak edərdilər. Amma mən bunu təsdiq edə bilmərəm. Konfessiyalar var ki, dostlar, ildə bir dəfə şam süfrəsində iştirak edirlər. Dostlar, mən deyə bilmərəm hansı cəmiyyətlərdə daha da üstünlük var, amma hesab edirəm ki, ayda bir dəfə bizdə olduğu kimi yaxşıdır. Və demək istəyirəm, Rəbbin süfrəsi nədir və nə üçün biz cəmiyyətlərdə onu qeyd edirik? Deməli, dostlar, birinci fikrim, çörək bölməsi, yəni Rəbb süfrəsi nə deməkdir? Korintlilərin 10-cu fəsildən oxuyuram. Mən ağıllı insanlara xitab edirəm. Dediklərimiz siz özünüz araşdırın. Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız biz çörəyi bölüb yeyirik. Dostlar, çörək bir olduğu kimi biz də
Bir bədənik. Bu birinci fikrimdir. Yəni Məsihin bədəninə şərikik. Biz bir ailəyik. Biz bir bədənin üzvüyük. Dostlar, həyat prosesində biz hamımız ayrıcaq. Hərənin öz işi gücü var və bu bizi bir-birimizdən ayırır. Amma bir yerdə yığışanda, bilirsiniz dostlar, bizim toplantımız bu bizim birliyimizdir. Rəbbin süfrəsində iştirak edəndəsə biz bununla təsdiq edirik ki, biz birik. Biz bir çörəkdən yeyəndə və bir kasadan içəndə bununla təsdiq edirik ki, biz bir ailəyik. Buna görə də necə müqəddəs yazıda deyilir, biz çörəyi böləndə Məsihin bədəninə şərik oluruq, bir bədən oluruq. Kasadan da içəndə Məsihin qanına şərik oluruq. Dostlar, biz bütün həftəni ayrı olsaq da, bazar günləri yığışanda birik və şam süfrəsində iştirak edəndə bununla təsdiq edirik ki, Məsihin bədəninə şərikik və birliyimiz görünür. Bu mənim birinci fikrimdir. Əziz bacı və qardaşlar, ikinci fikrim isə budur. Çörək bölüyü Məsihin ölümünü xatırlamaq deməkdir. Krasnodarda bir hadisə baş verib. Böyük qəza olub və bir bacımız maşında olaraq möhkəm zədələndi və nəticədə bacımız huşunu itirdi. Orada olan cəmiyyətin ağsaqqalı isə onun adı Razumov Yevgeniy Semyonoviç idi. Bacının evinə gələndə bacı artıq xəstəxanadan çıxmışdı və qardaş bacıya Rəbbin süfrəsini vermək istəyirdi və buna görə də əvvəl bacı ilə danışdı. O bacıdan soruşdu, Nasya bacı, siz məni tanıdınız? Bacı ona baxır, yaddaşı yox, ona deyir, bağışlı qardaş, səni tanımadım. Onda qardaş soruşdu, bəs sizin adınız nədir, yadınızdadır? Bacı dedi, bağışlı qardaş, yadımda deyil. Və qardaş deyir ki, mən bir neçə sual bacıya verdim. Bacı isə həmişə deyirdi, bağışla qardaş, yadımda deyil. Və nəhayət qardaş bacıya sual verdi, Nasya bacı, siz İsa Məsihi unutmadınız ki? Mənə deyin, İsa Məsih kimdir? O dedi, Allahın oğludur, yaxşı. Bəs İsa Məsih sizin üçün nə edib? O dedi, o mənim günahlarıma görə öldü. Dostlar, bacının öz adı yadında deyil, öz pastorunu tanıya bilmədi. Amma İsa Məsih haqqında unutmayıb ki, o Allah oğludur və onun günahlarına görə ölüb. Dostlar, yazılıb ki, bu çörəkdən yeyəndə və bu kasadan hər dəfə içəndə məni xatırlamaq üçün edin. Biz bu cür onun ölümünü xatırlayırıq. Dostlar, üçüncü fikrim isə budur. Çörək bölüyü Rəbbin gəlişindəki onun ölümünü bəyan etmək deməkdir. Yazılıbdır, çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişindəki onun ölümünü bəyan edirsiniz. Yəni Rəbb İsa Məsih bizim xilasımız üçün nə edib, biz bu cür şahidlik edirik. Mən Krasnodarda məktəbi oxuyanda yataqxanada qalırdım və mənimlə bir otaqda bir dünyəvi, yəni imansız insan yaşayırdı. Onun adı Vasili idi. Və mən Vasiliyə həmişə İsanı təbliğ edirdim və onun qarşısında dizlərimi çöküb dua etməyə utanmırdım. Dostlar, mən onu həmişə ibadətə dəvət edirdim. Krasnodar cəmiyyətinə yox, Timoşevsk cəmiyyətinə gedirdim, çünki oranın üzvü idim. Və həmişə ora mən onu dəvət edirdim. O mənə deyirdi ki, yaxşı, mən ibadətə səninlə bir yerdə gedərəm, amma olarmı mən öz qızımla gedərəm? O bir qızla görüşürdü, adı Tamara idi. Və bu Tamara ilə gəlmək istəyirdi, amma vaxt tapa bilmirdi. Günlərin birində isə mənə dedi ki, mən Tamara ilə məsləhətləşdim və biz ibadətə gəlmək istəyirik. Bu bazar günü biz gələcəyik. Dostlar, o bazar günü isə cəmiyyət Rəbbin süfrəsində iştirak etməli idi. Cəmiyyət o vaxtı böyük deyildi. Təxminən 30-40 nəfər adam var idi. Dostlar, və mən bilirsiniz nəyə fikirləşdim? Şam süfrəsi günü rahat günü deyil. Çünki biz imanlılar orada çox sayda olmayacaq və kasadan içəndə o da görəcək, amma bizimlə iştirak etməyəcək və bu onun xoşuna gəlməz. Buna görə də mən ona dedim, Vasya, gəl o biri bazar günü gedək. Çünki mən elə başa düşürdüm ki, bu bazar günü şam süfrəsi olduğuna görə yaxşı deyil.
Vasiliy də razı oldu. Yaxşı, bu bazar günü yox, o bir bazar günü olsun. Və biz razılaşdıq. Bu bazar günü yox, o bir bazar günü qatara minib ibadətə gedərik. Dostlar, amma elə oldu ki, görüşdüyü qızı Tamara 4-cü günü xəstəxanaya düşdü və buna görə də Vasiliy daha mənimlə görüşə bilmədi. Sonra isə məktəb bitdi. Hərbi xidmət vaxtım çatdı və məni hərbiyə götürdülər. Və Vasiliy ilə Tamara bizim ibadətimizə elə də gəlmədilər. Sonra da mən peşman oldum. Çünki yaxşı fürsət var idi. Mənimlə bir yerdə ibadətə getsinlər, amma getmədik. Çünki fikirləşirdim ki, o gün rahat günü deyil. Amma mən yazını bilirdim. Hər dəfə çörək yeyəndə və kasadan içəndə Rəbbin gəlişinədək siz onun ölümünü bəyan edirsiniz. Dostlar, bu cür Vasiliy ilə biz ayrıldıq. O vaxtdan sonra 10 il keçərək mən Vasiliydən bir məktub aldım. Mən ailəvi idim artıq. Vasiliy Tümendə yaşayır və o məktubda o mənə yazıb ki, mən Tamara ilə ailə qurdum və heyf ki, o günü səninlə bir yerdə biz ibadətə getmədik. Vicdanım isə məni mühakimə edirdi. Nə üçün o günü mən onu ibadətə aparmadım? Əziz bacı və qardaşlar, çörək bölümü birincisi Məsihin bədəninə şərik olmaq deməkdir. İkincisi, onun ölümünü xatırlamağı deməkdir və üçüncüsü, onun ölümünü bəyan etmək deməkdir. Bugün dostlar bizim için adi gün değil. Bir həftə biz dua xidmətində olduq və bugün axırıncı gündür. Və biz bugün Rəbbin gəlişinə hazır olmaq üçün dua edirik və Rəbbin süfrəsində biz hamımız iştirak edəcəyik və biz hamımız Rəbbin süfrəsi gününə hazırlaşırıq və bizim bu şahidliyimiz ondan ibarətdir ki, Rəbb tezliklə gələcək. Rəbb İsa dedi, gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi öz yanıma götürəcəyəm ki, mənim olduğum yerdə siz də olasınız. Qoy Rəbb bizə xeyir-dua versin ki, biz bir ailə kimi olaq və onun ölümünü bəyan edək və necə yazılıb ki, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla. Gəlin qalxıb çörək üçün dua edək. Amin.